Salam, hər vaxtınız xeyir olsun. Elvin ölçdüm. 5 metrənin 10 metrəyə. Qəşəngdir. Dəyərli izləyicilərimiz, salamlayıram sizləri. İlk öncə sizdən çox xahiş edirəm. Bizim paylaşımlarımızı bəyənməyi, paylaşmağı və imkan olsa nələrsə yazmağı, rəy yazmağı unutmayın. Bir də ki, kanalımıza çox xahiş edirəm, abunə olun. Artaq. Gündən-günə artırıq, amma yenə də artaq. Lap böyük bir olaq. 100 minlik olaq inşallah. Əzizlərim, mən sizləri hal-hazırda Mərdəkandan salamlayıram. Mərdəkanda makaronla fabrikin təzə svetoforu var, hansı ki işıqfor qoyublar, təzə işıq var. Ora yaxın bir ərazidə, yəni mərkəzə yaxın bir ərazidə sizə 5,5 sotun içərisində inşa olunmuş bu evi təqdim edəcəm. Ona baxırdım, həyət maşallah çox qəşəng geniş qalıb. Burada bir dənə yaşıllıq zonası, demək olar ki, hovuz yaşıllıq zonasının içərisindədir. 5 metrənin 10 metrəyədir. Dərinliyi də 1,55-in 1,65-ədir. Ümumi giriş qapısıdır, darvazasıdır, küçəsi qəşəng küçədir, asfaltdır, genişdir. Sonra içəri keçən kimi burada kombi dolabı bunun içərisində, bu otağın içərisində yığılıb, oradan o axırda sanitar qovşağı yerləşir. Sonra burada üzbə-üzdə evin qarşısında ümumi girişdə söhbətgah inşa olunub, cam balkonla təhciz olunub. Söhbətgahın daxilində 2 dənə 2 gözlü su hövzəsidir. Qab yuyan maşını bura qoyulub. Qaz sobasıdır, aspiratordur və soyuducu yerləşdirilib. Ev özü boşdur, ev əşyasızdır. Evin ümumi giriş qapısı 2 dənədir, 2 hissədən ayrılıb. Bir həm oradan girirsən dəhlizləndir, bir də həm buradan girirsən dəhlizləndir. Qiyməti isə 355 min startdır. Sənədləri var, qaydasındadır. Həyəti bir daha deyirəm, çox geniş görünür, amma yerdəndir, bir daş hündürlükdə inşa olunub bu ev. Ora yataq otağıdır, ümumi giriş hissədir. Tam mərkəzdə qonaq otağı yerləşir. Orada da bir dənə giriş-çıxış qapısı var. Hovuza baxan hissə isə, o pəncərə isə mətbəx otağıdır. Gəlin buradan keçək. Bu qapıdan keçək, çıxanda oradan keçərək təqdim eləyərəm. Çünki buranı da görsünlər, birbaşa mətbəxi göstərim. Mətbəxlə qonaq otağı üzbə-üz donsuzda. Üzbə-üz görünür. Bir bu ümumi giriş-çıxış qapısı var. Burada asılan qoyublar. Burada da belə ayaqqabı yığmaq üçün nə qəşəng güzəldir. Belə bir dəhlizdir. Sol tərəfimizdə qonaq otağıdır, göstərəcəm sizə. Keçək birinci mətbəx otağını gör. Genişdir, böyükdür. Ümumi yaşayış sahəsi 220 kvadratdan böyükdür. Otaqlar hamısı böyükdür, genişdir, qonaq otağı genişdir, yataq otaqları görəcəksiniz, hamısı genişdir. Ağ rəylərdən çox istifadə olunub. Burada deyəsə 2 yataq otağının özünün sanitar qovşağı var. Baxın, bu böyük yataq otağı, kondisionerlər hamısı qoyulub. Bütün otaqlarda kondisionerlər var. Daxilində sanitar qovşağı. Buradan keçən kimi ümumi girişdən bu tərəfə isə qonaq otağıdır. Belə geniş, böyük qonaq otağıdır. Kondisioneri qoyulub, kondisioner var. Bütün otaqlarda kondisionerlər var. Məncə olmalıdır. Mən baxmışdım, var. Sonra da bu qonaq otağı ilə ümumi giriş gəldik. Burada da bir dənə ümumi giriş-çıxış qapısı var. Baxın, burada düz həyətin ümumi giriş-çıxış qapısı ilə üzbə-üzdür. Qonaq otağı keçdik sol tərəfdə yataq otağı. Buranın da kondisioneri. Bu yataq otağı birbaşa həyətə, yaşıllığa baxır, söhbətgaha baxır. Sonra buradan gəlirik. Tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Burada paltar yuyan maşını da qoyulub. Elektronikalar demək olar ki var, televizordan başqa. Çünki kondisionerlər, həyətdə soyuducu, qab yuyan maşın, burada paltar yuyan maşın. Bu da 3-cü yataq otağıdır. Bu yataq otağında özünün daxilində sanitar qovşağı mövcuddur. Əziz izləyicilərimiz, qiymətdə yaxşı endirim olunacaq, satılır. Bu ev 355 min manat. Bir daha söyləyirəm, dönə-dönə sizlərə deyirəm. Keyfiyyət haqqında ancaq yerində sizlərlə birlikdə baxıb ev sahiblərlə danışıb, dəyərləndirib, sonra almaq lazımdır bütün evləri. Buranı göstərmədim Elvin, buranı da göstərim. Görün bu dolabın dalında nə var? Burada belə bir dolab var. Heç dolabdır, rəflərdir. Bir də ki, evin kombi aparatı bura qoyulub. Həyətinki oradadır, evinki isə burada. Burada yerləşir. Sizə təşəkkür edirəm bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.